Paytaxt Tbilisidə Türkiyə Cümhuriyyətinin 102-ci il dönümü münasibətilə rəsmi mərasim keçirilib. Türkiyənin Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili, Nazirlər Kabinetinin bir sıra üzvləri, eləcə də digər ölkələrin Gürcüstanda akreditə olunmuş diplomatları iştirak ediblər. Mərasim Gürcüstan və Türkiyə dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Daha sonra 29 oktyabr Türkiyə Respublika Günü münasibətilə Prezident Rəcəb Tayyip Ərdoğanın təbrik məktubu oxunub. Tədbirdə çıxış edən Türkiyənin Gürcüstandakı səfiri Ali Kaan Orbay, Türkiyənin Gürcüstanın strateji tərəfdaşı olduğunu qeyd edib və ölkəsinin Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədiyini vurğulayıb. Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili isə çıxışında Türkiyə Respublikasının qurulmasının 102-ci il dönümü münasibətilə təbriklərini çatdırıb və iki ölkə arasındakı dostluq və əməkdaşlıq münasibətlərindən danışıb. O bildirib ki, Türkiyə Gürcüstanın strateji tərəfdaşı, ən böyük ticarət tərəfdaşı və etibarlı qonşusudur. Mərasimin sonunda qonaqlara Türkiyə mətbəxinin seçmə təamları təqdim olunub.